Səs azad dedim mi? Salam aleyküm Sayman Aruz dostumuz və digər dostlarımız ki, indi gələcəklər ya sonra gələcəklər. Xoş gördük sizi. Təşəkkür edirəm ki, qoşuldunuz və umarım inşallah dostlar o birisi dostlara da xəbər versinlər. Hər kəsin əlaqəsi olsa iştirak eləsin. Bildiyiniz kimi mən heç utanmıram bunu deyəm. Əlbəttə böyük utanmalıdır, amma utanmıram bunu deyəm ki, türk dilində elmi kitablar oxuyamıram. Çünki İranda bu izni bizə verməyiblər və sonra da bizi qorxudublar. Türk kitablar oxumaqdan bizə deyiblər pan-türkistdir, elədir, belədir, faşistdir, şovinistdir, fulandır, bəhmandır. Bununla belə ki, mən özümü bir milli fəal bilirəm, amma uzun zamandan sonra mən demək olar ki, özümə bu cəsarəti verdim, bir türkçü kitab oxuyam və o kitabı oxuyandan sonra gördüm ki, mən 50 il fars dilində kitab olduğum ömrüm heçə gedibdir. Bir bu kitab onlarla qarşısında durar və hətta ağır gələr. Onun üçün bu kitabı başladım oxumağa. Umarım ki, dostlardan da hər kəs istərsə, bu kitabı mənlə bərabər oxur və dünyanı türk gözündən görər. Dünənləri 12-ci səhifəni oxurduq. Bilirsiniz, kitabın adı türkçülüyün əsaslarıdır. Yəni, türkçülüyün bir usulu var, bir qəvaidi var. Bundan olmaz ki, hər kəsin öz başına dura bir qaidə, qanunsuz türkçülük eləyə. Türkçülük bir qanuni əsası var əslində. O qanuni əsası bizə deyir ki, nə işlər görə bilərsiniz, nə işlər görə bilməzsiniz və dünyanı nə cür baxacaqsınız. Bir ideoloji kimi. Fikir eləyin, bir dənə ideolojidir. Hər şeyi sizə tərbiyə, əlbəttə camiə-şünasidir, ideoloji deyir, beləsi deyim. Yəni, mən onu dediyim kimi ideoloji çoxu camiə-şünaslıqdır, toplumsal elmlərə dayanır. Amma yenə də bunu bir şey olaraq deyək də, yəni biraz təsahhüllə, yəni biraz iğmazla, biraz yumuşaq qəbul eləyək deyək ki, bu bir ideoloji kimi bir şeydir. İdeolojidə də bir əsl usul var, hər kəsin öz sevdiği kimi gedə bilməz. Məcmu bir milləti bir ideoloji bir tərəf aparar. Bunu da ki, deyirlər, ideolojinin zamanı çəkib, buna görə ki, onlar ideolojidən istifadə ediblər, hökuməti qurublar. Hökuməti quran adama ideoloji zamanəsi keçibdir. Çünki o hökuməti qurubdur, müstəqərridir, istimarın aparır qabağa. O millətlərə deyəcək ki, naümid eləyəcək millətləri, ümidsiz eləyəcək. Deyəcək ki,
Yox, ideoloji zəmanəsi keçibdir. İdeoloji zəmanəsini keçirdi, bu sözə biz inanırsaq, nəyə mübarizə eləyəcəyik? Nə ilə mübarizə eləyəcəyik? Necə mübarizə eləyəcəyik? Nə üçün mübarizə eləyəcəyik? Necə mübarizə eləyəcəyik? Bunlar bir şeylər ki, biz bunları cavab verməliyik. İdeolojisiz heç bir hərəkət olmaz. İran dövləti ya o birisi dövlətlər iddia eləməlidirlər və haqları da əslində ki, ideoloji dövrəsi keçib. Niyə? Çünki dövlət qruplar, dövlətləri var. İndi hakimiyyət üz əllərindədir. İstədikləri sistemi aparırlar. Biraz öldürəcəklər, vuracaqlar, kəsəcəklər, aparacaqlar. Amma o millət ki, onun dövləti yoxdur, o ideolojisiz dövlət qura bilməz. Biz indi bu kitabda ki, türkçülüyün əsaslarıdır və yazanı da 100 il bundan qabaq, biraz aşağı, biraz yuxarı 100 ildən Ziya Gökalp adlı bir yazarımızdır. Fikir düşüncə sahibidir, fikir sahibidir, yazıbdır. O kitabın indi 12-ci səhifəsinin axır paragrafını oxuyuruq. Mən sürətlə, hızla oxumağa davam edim. İşə gedərsəm bu şey olmasın, yəni işim gəlirsə yarımçılıq qalmasın. Türklər içində qadın və kişi eşitliyi bəlli təcrübələr mövcuddur. Bağışlayın, burada bir haqdanı mən düşürdüm. Türklər içində qadın və kişi eşitliyi haqda da bəlli təcrübələr mövcuddur. Fikirlə bunların hamısı qadın xanıma deyir, kişi də erkeğe deyir. Bu Azərbaycan dili cadı çox tərcümə olduğu üçün, təqribən çevrildiyi üçün dedim kişi Türk dünyasında insana və şəxsiyyətə deyir. Kişi, xanım burada yoxdur. Eşitlik bərabərlikdir. Haqda da bilirsiniz, dərhəq farsça haqqında bəlli təcrübələr mövcuddur. Yəni tarixdə bir mövcud təcrübələr vardır. Kişi ilə xanımla ağanın ya kişi ilə qadın arasında müsavi olmaq, bərabər olmağın bir bəlli təcrübələri var. Türklər içində əskidən bəri belə bir gələnək vardı. Əski, yəni geçmiş tarixdən bu günə qədər bir bəlli bir gələnək var, rəsm var, rusum var, adət var. Gələnək bunlara, bu üçündən birinə deyilir. Burada hər üçü də mənası verir. 2 nöqtədən sonra deyir, xalqın sorumluluğu xaqan ilə xatunun, biraz fasilə ilə yazıb bunu, xaqan ilə xatunun hər ikisində ortaq olaraq ortaya çıxdığı üçün bir təlimat yazıldığı zaman xaqan əmr edər ki, ibarəsi ilə başlarsa ona boyun əyməzdi. Diqqət buyurun, deyir ki, xülasəsini deyim əvvəl. Deyir ki, əgər padişah, xaqan, şahlar şahı, xaqan bir dəstur verirdi. O dəsturda deyirdi ki, xaqan, yəni erkək, xaqan əmir edir ki, buradan başlayın, filan iş filan olsun, o əmrə qulaq verməzdilər türklər, qəbul eləməzdilər. Niyə? Çünki burada xaqan erkəkdir, arvadları görmür, xanımları görmür və bunları aşağılır. Bunun üçün deyir ki, türklərdə bir ayrı mərasim var idi. Nə cür? İndi bunları oxuyaq gedək. Xalqın sorumluluğu, sorumlu yəni məsuliyyətin qəbul eləyən, sorumluluğu xaqan ilə xatunun hər ikisində ortaq olaraq ortaya çıxdığı üçün. Xalqın məsuliyyəti, yəni bir millətin məsuliyyəti xaqan və xatunun üstünə idi. Xaqan erkəyə deyilir, xatun xanıma deyilir. Bu günlərdə xatun işlənir türkçədə, farsçada yerləşibdir, işlənir. Farsçada da yerləşib işlənir. Hər ikisində də ortaq olaraq ortaya çıxdığı üçün. Yəni deyir ki, xalqın sorumluluğu, millətin sorumluluğu həm xatunda idi, ortaqdır. Yəni bərabərdilər. Burada müştərəkdirlər. Ərəbcəsi müştərəkdir. Ortaq olaraq ortaya, meydana çıxdığı üçün beləsi görünübdür. Bir təlimat yazıldığı zaman, əgər bir təlimat, bir dəstur yazılıbdır, onda xaqan əmr edir ki, gəlsəydi, ibarəsi gəlsəydi. Bunu diqqət buyurun, qoyub dırnaq arasına. Yəni, xaqan əmr edir ki, yəni ki, erkək xaqan əmr edir, ibarəsi ilə başlarsa, əgər bu ibarətlə başlar bir əmr, ona boyun
əyilməz idi. Yəni, millətlər ona itaət eləməzdilər. Bir əmrin qəbul edilməsi üçün mütləqa xaqan və xatun əmr edər ki, ya edir ki, sözü ilə başlaması gərəkdir. Deyir, buna görə ki, şahın, farsca, türkcə xaqanın əmri millət tərəfindən müti ola, qəbul oluna, gərək belə gəliydi. Deyirdi ki, mütləqa gərək belə gəliydi. Yəni, ayrı istisnası yoxdur, çünki qəbul olmazdı. Xaqan və xatun əmr edir ki, yəni hər ikisi. Yəni, diqqət buyurun, burada çox önəmli bir şey var. Siz Avropada, Amerikada baxsaz, rəis cümhurlar, baş nazirlər, fulanlar, bəhmanlar, bunları görərsiniz ki, xanımları ilə gəlirlər, özlərin intixabatda ərz edirlər, hətta uşaqları ilə. Gəlirlər, mənim ailəm budur, bu mənim xanımımdır, bu da mənim ərimdir, bu da mənim uşaqlarımdır, qızımdır, oğlumdur. Bu, millət bu ailəyə rəy verir əslində. O adama rəy verəndə, o ailəyə rəy verir. O ailənin, o adam ki seçiləcək ondan dolayı bir nüfuza sahib olacaqlar. Yəni, mümkündür qızın sinni aşağı ola, amma bir müdiri kullucan geçə biləcək sözü bəzi yerlərdə, mümkündür. Bunun üçün o xaqanla xatun çiyin-bəçin gəlirlər. Rəy alanda da elə bir ki, bunların hər ikisinə də rəy verilir. Ona görə ona deyirlər ki, məsələn, farsca deyirlər, Banuya əvvəli Amerika, məsələn. Yaxşı, türklərdə bunun da beləsidir, deyir ki, türklərdə biraz üstündür. Daha üstündür xanımın muğiyyəti. Deyir, xanım, güya xanım da erkəklə bərabər, xaqanla bərabər xatun, əmir verməsələr, millət əmrlərini qulaq asmaz. Yəni, əgər xaqanı seçiblər, xatunu da seçiblər. Xatun da xatunların xaqanıdır da əslində, yəni xanımların xatunudur. Bunun üçün gərək əmr, buna görə ki, xanımlar da və erkəklər də sözə qulaq asırlar, hər iki tayfa, əgər xatun yazılmasa, nə erkəklər, nə xanımlar qulaq asmazlar sözə, itaət eləməzlər. Buna görə ki, itaət eləyirlər, gərək yazılar xaqan və xatun əmr edir ki. Yəni, bəllidir burada, gəndə bir məşvərət olubdur, xaqanla xatunun arasında bir qərar gəlinibdir ki, həm xanımlar itaət eləsinlər, həm erkəklər. Bu, dünyada birinci dəfə belə türkdə tarixən bir gələnəkdir. Yəni, bizə yüzlər ildən, minlər ildən bizə belə bir şey gəlib çatıbdır. Belə sözü ilə başlaması gərəkdir. Gərəkdir ki, belə başlaya sözü. Xaqan tək başına bir elçini huzuruna qəbul edəməzdi. Xaqan, yəni şahlar şahı, şahənşah, tək başına deyək ki, mən üçün xaqanam, gedim bir elçi gəlibdir, bir ayrı məmləkətdən, onu qəbul eləyim, onun sözünə qulaq asım, ya ona deyim, okey, xoş gəlmisən. Bu, türk dünyasında, türklərin arasında rəsm deyildi, olmazdı, qəbul deyildi. Pəs tək başına, xaqan tək başına bir elçini, elçi olur səfir. Elçini, farscadır səfir, əlbəttə ərəbcədir, səfər kəlməsindəndir. Səfir də yəni o adam ki, musafirdir, musafirət edir. Elçi onun türkcəsidir, səfirin. Bir elçini, elə indi də həm Azərbaycanda, həm Türkiyədə səfirlərinə elçi deyilir. Bir elçini huzuruna qəbul edəməzdi. Niyə? Gərək ki, elçilər ancaq sağda xaqan və solda xatun olduqları bir zamanda ikisinin birdən huzuruna çıxardı. Deyir ki, elçilər, səfirlər gələrdilər, gözlərdilər. O zaman ki, xaqan və xatun ikisi də ortada görünərdilər. Ancaq sağda xatun, solda bağışlayın, sağda xaqan, solda xatun. Yəni o yerdə ki duracaqlar, onun sağ tərəfində xaqan durardı, sol tərəfində xatun durardı. Ondan sonra oturduqları bir zamanda, bu gəldilər, oturdular. İndi ya səndən üst oturacaqlar, ya hər nə üst oturacaqlar, o zamanın bağlıdır və dövlətin gücünə, varına, bunlara bağlıdır.
bir zamanda ikisinin birdən huzuruna çıxardı. Yəni səfir gələrdi, ikisinin də huzuruna çıxardı. Eləyə bilməzdi əvvəlcə də birinin huzuruna, sonra da o birisinin huzuruna. Qəbul deyil. Bu siyasi bir şey deyil. Bu da göstərir ki, xanımların böyük bir rolu varmış siyasətdə. İmperialın dövrlərində xaqanların və bəylərin bu gerçək eşdən başqa Koma adı ilə başqa ellərə mənsub odalıqları da buluna bilərdi. İmperializm dövrəsi, imperializm birisi imperatorluq kəlməsindən gəlir. Yəni bir imperatorluq ki, bir çox yerə, millətlərə, torpaqlara kölgə salıbdı. O dövrədə, yəni türklər məsələn, gediblər alıblar. Fərz edin ki, indi bir çoxlu torpaqları alıblar. Və bir imperializm, yəni bir imperatorluq qurublar. Bunu da bu cüsü görəcəyik. Əlbəttə, imperializmin indi mənfi mənası var. Təqribən dünyada mənası mənfidir. Çünki insanları sömürür, istimar edir. Buna görə mənfidir. Amma imperializm özü, yəni bir hökumət ki, çoxlu millətlərə hakimdir. Xaqanların və bəylərin bu gerçək eşdən başqa, Koma adı ilə başqa ellərə mənsub olduqları da buluna bilərdi. Deyir ki, imperialın dövrlərində xaqanların və bəylərin, diqqət buyurun, həm xaqanlar və bəylərin bu gerçək eşdən başqa, yəni bu həqiqi, gerçək yəni həqiqi, doğru, o iki eşikdə var, o. Bu gerçək eşdən başqa ya əşdən başqa, yəni bərabərlikdən bərabər, Kuma adı ilə başqa ellərə mənsub odalıqları da buluna bilərdi. Deyir ki, bu adla, yəni Kuma adında başqa ellərə, onlara şey göndərə bilərdilər, buluna bilərdi. İndi burada bir kəlmə çıxdı, onu mən bilmədim. Onu da yazdım burada icazəzinlə ki, mən onu şey eləyim, axtarım və tapım. Əlbəttə burada fikir eləyirəm ki, geçsək. Bunu mən taparam, yazaram ora. Odalıqlar. Odalıqlar olacaqdı. Oda indi bilirik ki, otağa deyilir, amma tarixdə nə deyilirmiş onu bilmirəm. Odalıqları üçün, yəni məsələn ora göndərildikləri üçün ola bilər, buluna bilərdi. Belə bir şey, yəni bəlkə xanımlar deyir, yəni səfir kimi göndərilə bilərdilər. Hər halda bulunmaq bilirik, tapmaqdır. Odalıqları bu kəlmə baxarıq, taparıq, yazarıq inşallah və görürük nədir. Bu kumalar. O kumalar ki var idi, onlar görək nədir? Gerçək əş nitəliyində deyildirlər. Deyir, bu kumalar da ki, bəylərdən ya xaqanlardan olurdu və o birisi ellərə göndərilirdi. Məsələn, Türk elindən başqa bir elə. Deyir, bunlarda gerçək əş nitəliyi yox idi. Nitəlik yəni aydınlıq, aşkarlıq, belə ya xulus hətta deyək. Yox idi. Pəs bunda bir vaqei əşlik yox idi bu qismətdə. Yəni nümayəndə göndərirdilər. Bu gələnək Türk xaqanlarının milli gələnəyi, yəni tək əşliyi qorumaq şərti ilə politik qurumlarda da uymağını göstərirdi. Parantez arasında bunu tozih veribdi ki, bu gələnək, yəni bu o şey ki bizə gəlibdi, çıxıbdı, yəni rəsm rusum, ərəbcə deyilir və farscada da deyilir. Bu gələnək Türk xaqanlarının milli gələnək. Bu milli gələnəyə çevrilibdi. Yəni tək əşliyi qorumaq şərti ilə tərk əşliyi, bərabərliyi qorumaq şərti ilə politik, siyasi qurallara da uymağını göstərirdi. Deyir ki, bu siyasi şeylərdə də özün göstərə bilərdi. Qurallar, qanunlar, qural.
qurallarda da, yəni qanunlarda da uymağını, yəni özü ilə mütabiqət eləməyi, ondan şey eləməyi göstərirdi. Gedirik 13-cü səhifəyə. Türkçülüyün əsasları kitabından. Türkçülüyün türkçülərin həm xalqıçı, həm də qadınçı olmaları yalnız bu yüzyılın bu iki ideala dəyər verməsindən dolayı deyildir. Deyir ki, türkçülərin, hər kəs türkçülü və hətta xalqıçıların, həm xalqıçı millətçilərin, həm də qadınçı, diqqət buyurursunuz, türkçü olur tamam dünya türkləri, xalqıçı olur hər, məsələn, Azərbaycan türkü, Türkəmən türkü, Qəşqayı türkü, Əraq türkləri, Əraqda yaşayan türklər, Suriyədəki türklər, hər yerdəki vardır, o cürsü. Xalqçı, həm də qadınçı olmaları. Yəni, indi bölünüb bir də gəlibdir, hüquq-i zən farsça danışırlar. Hüquq ərəbcədir, zən farsça. Qadınçı olmaları 3 yerə bölünür. Deyir, yalnız bu geçən yüzyılın bu iki ideala dəyər verməsindən dolayı deyildir. Deyir, geçən yüzyılda biz bu iki daniyə xalqıçı və qadınçı olmalar, deyir, geçən yüzyılda dəyər olduğu üçün qərbidə biz buna dəyər verməmişik. Əski türk həyatında demokrasi ilə feminizmin iki başlıca əsas olması da bu konu və mövzularda böyük bir ətkəndir, ya etkəndir. Deyir ki, əski türk, yəni geçmiş qədim türk yaşamında demokrasi ilə feminizm, o gün tərif eləyəndə, feminizmi tərif eləyəndə dedi ki, feminizm demokrasidə xanımların əşit bərabər olmasıdır, erkəklərinin. Bu tərifə eləcə burada təkrar edilir. Əski türk həyatında demokrasi ilə feminizmin iki başlıca, yəni feminizm və demokrasi əsas olması da bu konuda və mövzularda böyük bir ətkəndir. Böyük təsirgüzar bir təsir qoyan, əsər qoyan ətkəndir. Başqa millətlər çağdaş mədəniyyətə girmək üçün keçmişlərindən uzaqlaşmaq zorundadırlar. Türklərdən qeyri millətlər buna görə ki, çağdaş, yəni müasir, çağdaş müasir mədəniyyətə girmək üçün, girməyə görə geçmişlərindən uzaqlaşmaq zorundadırlar. Deyir ki, yəni, onların çağdaş, müasir yaşamı, istəyələr demokratik olalar, qadıncı olalar, yəni xanım haqlarına baş əyələr, bu cür bir şeylər. Deyir, bunlar o zamandır ki, onların keçəcəklərində yoxdur, indi fərqli olmadılar, uzaqlaşmalıdırlar keçəcəklərində. Amma türklər belə deyil, çünki onların tarixlərində bir demokrasi var imiş. Halbuki, türklərin modern mədəniyyətə girmələri üçün yalnız əski geçmişlərinə dönüb baxmaları yetər. Deyir, biz türklər buna görə ki, eləyə bilək modern çağdaşımızdakı, yəni indi Avropada, Amerikada hüquqi bəşər deyilir, qadın haqları deyilir, demokrasi deyilir. Deyir, bunlara biz bunları qəbul eləmək üçün, ya bunları yaşamaq üçün türklərin modern mədəniyyətə girmələri üçün, bu, indi mədəniyyət bunlardan ibarətdir, bu cür bir şeylərə mədəniyyət deyilir. Deyir, bunlara girməsi üçün yalnız əski geçmişlərinə dönüb baxmaları yetər. Biz lazımdır fəqət qeydaq baxaq ki, 1000 il bundan qabaq, 2000 il bundan qabaq, 3000 il bundan qabaq, 4000 il bundan qabaq bizim ata-babalarımız nə cür geçinirmişlər. Deyir, elə kafidir, ona baxsaq görəcək ki, biz həmanı burada yenə icra eləməliyik. Yəni, bizə taza bir şey deyil nəslimizdə, babalarımızda. Gələcəkdəki türk əxlaqının əsasları da millət, vətən, məslək və ailə idealları ilə bərabər demokrasi və feminizm olmalıdır. Gələcəkdə, yəni türklər bu günləri biz feminizm üçün ya demokrasi üçün lazım deyir ki, deyək ki, biz taza bir şey alırıq, tariximizdən uzaqlaşıq. Yox, keçəcəkdə olduğumuz üçün. İndi deyir ki, gələcəkdəki türklər indi neçə ildən sonra, bugündən keçdi, daha gələcəkdə hər zaman açıq. Ayəndə də, gələcəkdə olur ayəndəki
Türk əxlaqının əsasları da deyir ki, qabaqcan demişdik, Türkün əxlaqının neçə əsası olmalıdır. 1. Millət əxlaqı, vətən əxlaqı, məslək əxlaqı, ailə əxlaqı idealları. Deyir ki, bunlar gərək olsun. Deyir, bunlarla bərabər demokrasi və feminizm də bizim əxlaqımız olmalıdır. Demokrasi nədir? Baxın, bunu mən neçə gündür çalışıram, dostlarım bəzi şeyləri yazırlar, göndərirlər. Onun əsasında təpki göstərirəm, yəni bir əksüləməl göstərirəm. Bunların üzündə əksüləməl göstərirəm əslində. Baxın, demokrasi bundan ibarətdir ki, heç kəs özünün fikrin o birisi fikrindən üstün bilməyə. Heç kəs özün o birisilərdən üstün bilməyə. Fikrini də qoyar ortaya, insanlar ya qəbul elərlər, ya qəbul eləməzlər. Bunu qəbul eləməyənləri müttəhəm eləmək haqqı yoxdur. Tohin eləmək haqqı yoxdur. Əgər bir nəfər bir fikirlə müxalifdir, ona tohin eləyənlər, yəni o fikrə tohin eləyənlər, fikir sahibinə tohin eləyənlər, yəni mütəəssifanə demokrasi zat deyil, yəni bir çox əşya bir adamdılar. Biz feminizm və demokrasi haqqında gələcəkdə də danışacaq, ona görə bunları çox üstündə durmuram. İkinci paragrafda 13-cü səhifədə deyir, bilim və fəlsəfə haqqında Gökalpın düşüncələri belədir. Gökalpın bilim, yəni elm və fəlsəfə haqqında da düşüncələri var. Onlar oxuyaq. Bilim objektiv və olumlu olduğu üçün millətlər arasıdır. Bilim, yəni elm, objektiv, yəni eyni olduğu üçün, ya zehni olduğu üçün, indi burada objektiv, bəli, eyni olduğu üçün, yəni eşikdə olduğu üçün və biz onu görə bildiyimiz üçün, ya özün, ya səmərələrin gördüyümüz üçün, olumlu olduğu üçün, ha belə deyir, bu imkanpəzirdir. Olumlu olmaq, yəni imkanpəzir. Olumlu olduğu üçün millətlər arasıdır. Deyir, bu elm, bilim, fərqi yoxdur. Tamam millətlər bunda səhimdirlər. Çünki xarici bir şeydir, mövcuddur, eşikdədir, bizim zehnimizdən eşikdədir və mümkündür. Mümkünlükdə nə olar? Baxın, elmidə bu var. Deyir ki, imkan. Biz mesela günün yerin dövrəsinə fırlanmaq üzündə tarixdə neçə mərhələ keçmişik. Bir mərhələ deyiblər ki, yer sabitdir, gün fırlanır bunun dövrəsinə. O mərhələdə yalan deməyiblər. Bildikləri o qədərmiş. O qədər o teknoloji ilə, o imkanlarla ki, əllər vardı, bu qədər düşünürdülər. Onun da üstündə yaşırdılar. Düz də yaşırdılar. Zindiganlarına da zərər vurmurdu. Bəşəriyyəti aradan aparmırdı, dalıya saxlamırdı. Bir zamandan sonra dedilər ki, yox. Gün də hərəkət edir, yer də hərəkət edir. Kəhkəşanlar da hərəkət. Bunlar hərəsi bir mərhələdə gəlir, amma gəlir də. Yəni, insan beləsi, bunlar indi mümkündür sabahları bir ayrı bir fərziyyə gələr. Çünki bunların hamısı fərz idi əslində. Sonra da teknolojinin əgər imkan versə, bunları təsbit edirlər. Verməsə də dəyişilir. Görürsünüz ki, mümkündür dəyişilir. Ya bir zaman deyirlər ki, məsələn, yer öküzün boynuzu üstündə, görürük ki, öküzün boynuzu üstündə deyil. İndi öküzün boynu üstündə ola-olmaya bizə teori cəhətdən heç bir ya yaşam cəhətdən heç bir təsir qoymaz. Hər halda olumlu imkanpəzir, yəni beləsi deyim, elm qabili isbat və qabili nəfi olmalıdır. Əgər isbat və nəfi imkanpəzir olmasa, elm deyil. Yəni, əgər biz çalışmayaq bir dana fərziyyəni, ya bir dana elmi bir qanunu sındırmağa, ya onu təsbit eləməyə, yəni bu imkanı vardır, həm sınır, həm doğru qala. Bu bizim elmimizin gəlməyi üstündədir. Hər halda deyir ki, bu elm millətlər arasında müştərəkdir.
Yəni fərqi yoxdur. Demək olmaz ki, Amerikanın elmi fərqlidir, Türkün elmi ya müsəlmanın elmi fərqlidir. İndi necə ki İranda deyirlər məsələn ulum-i İslami. Ulum İslami olmaz. Ulum nə marksisti olar, nə kommunisti olar, nə sosialisti olar, nə imperialisti olar, nə sərmi kapitalisti olar, nə İslamçı olar, nə Yəhudçu olar, nə Məsihçi. Heç cür olmaz. Yəni elm elmidir. Necə ki teknoloji də o cürdür. Bu xudkarı fərq eləməz. Bu xudkar, o tüfəh, o təyyara, bunların hamısı elmidən çıxıb eşiyə, elm bunları törədibdir. Amma bunların heç birisi ideolojiya, dinə bağlı deyil. Millətlər arası hamı işlədə bilər, hamı da faydalanır. Bu səbəblə bilimdə türkçülük olmaz. Pəs elmidə mən heç bilmirdim, bax yadımda dəyərdi ki, belə deyək. Bu səbəblə, yəni bu iki millətlər arasında elm fərqi yoxdur. Deyir, bu səbəblə, bu dəlilə görə bilimdə, elmidə türkçülük olmaz. Sən deyə bilməzsən ki, mən ulum insani türkçü, camişinasi türkçülük. Bunu deyəməzsən. Necə ki, o birisiləri də deyə bilməzsən. Sən deyəsən ki, sənayi fəzai türk. Karxana adı ola bilər, amma türkçülükün adı ola bilməz. Vəli fəlsəfənin bir bölümü objektiv, eyni, digər bölümü subjektivdir, zehnidir. Fəlsəfənin bir bölümü eynidir, yəni eşikdədir, objektiv ya objektiv, eynidir, eşikdədir. Eyni, baxın, eyni kəlməsi eynək falan, ondan deyil ki, gözdə. Yəni, göz eşikdədir da, yəni bizdən eşikdə, bizim zehnimizdən eşikdə vardır, vücudu var. Hətta bəlkə gözünlə də görə bilirik, ona görə eyni deyilir. Digər bölümü, bir ayrı bölümü, digər kəlməsi türkçədə də görürsünüz işlənir. Subjektivdir, yəni zehnidir. Fəlsəfənin bir qisməti zehnidir. Əlbəttə, bunu mən burada xülasə deyim. İslamda fəlsəfə yoxdur, mütəəssifanə. İslamda fəlsəfə bir vəsilədir dini tocih eləmək üçün. İstəyirik sabit eləyək ki, Həzrəti Məhəmməd bu dini Allah tərəfindən gətirib, axirin dindir, ən yaxçı dindir. İndi tüm buna inancımız var, dünyada olan məlumatdan alırıq, istifadə edirik, onu sabit eləyək. İslamda fəlsəfə dediyim budur. Buna fəlsəfə deməzlər. Pəs fəlsəfənin bir bölümü eşikdədir. Eşikdəki mövzulara görə danışar. Xüsusən qədim, məsələn, coğrafiyada hətta məsələn keçirmiş fəlsəfiyə, nə bilim, göyləri baxmaq da göstərmiş fəlsəfiyə. Amma indi yox. İndi bilir ki, bunlar hamısı elmidir. Bir qisməti də zehnidir, yəni bizim məğzimizdə olar, eşikdə olmaz. O da onlardan biridir. İndi bunların da misalını deyəcəkdir. Buna görə fəlsəfə bilim kimi millətlər arası olmaq zorunda deyildir. Deyir, bu dəlilə görə ki, birazı fəlsəfənin zehnimizdədir, birazı eşikdədir, elmi kimi görünür, teknoloji kimi görünür. Deyir, buna görə lazım deyil ki, fəlsəfə bilim kimi, elm kimi millətlərin arasında olsun, bərabər olsun, fərqli olmasın deyil. Fərqlənə bilər yəni. Fəlsəfə fərqlənə bilər. Hər millət özünün gələcəyin, indisin, keçəcəyin və ehtiyacların hara istir geçsin, nə görür, bunları eləyə bilər ki, zehnində qursun və hərəkət eləsin. Pəs, fəlsəfə bilim kimi millətlər arası olmaq zorunda deyil. Yəni, millətlər arası bir olmaq zorunda deyil. Bunu burada bir kəlmə qalıbdır, bir düşübdür, yəni yazmayıblar. Bunu özümüz gərək görək ki, deyirik, bir olmaq zorunda deyil millət, fəlsəfə. Bu o. Milli də ola bilər, fəlsəfənin birazı milli ola bilər, hər millətin özünə aid. Bu səbəblədir ki, hər millətin özünə görə bir fəlsəfəsi vardır. Bu dəlil, bu səbəb, yəni bu dəlilə görədir ki, hər millətin özünə aid bir fəlsəfəsi var. Yəni, ittifaqən bizim tarixdə olduğu iştibahımız buradandır. O zaman ki, biz qərbinə üzbəyiz olduq, ki, onların teknolojiləri vardı, filan bəhmə bizim yoxumuzdur. Biz burada fəlsəfəni də oradan almağa düşündük.
Və bu bizim böyük iştibahımız oldu. Çünki o fəlsəfə o millət üçün yaranıbdır. Əgər o fəlsəfəni siz işlədərsiniz, siz o millətin xidmətinə gedərsiniz. Çünki hər fəlsəfə yaranar. Məsələn, diqqət buyurun, Fransızların həm elmləri, ulum insani deyim, beləsi deyim. Ulum insani cami işinəsə, yəni fəlsəfə də onların biridir da. Ulum insani Almanda, Fransada, Belçikdə, Hollanddə, Danmarkda, Suisdə, Sueddə, İngilistanda, Almanda, bunlar da Amerikada, Kanada fərqlidirlər. İndi siz bunların hansısını ülgü götürsəz, hansısına təqlid eləsəz, o məmləkətin mənafeyinə işlərsiniz. Əgər biz indi İranda farsçılar yazan kitabları oxuruq, o fəlsəfələri, o filsufları və onlara inanırıq, biz onların köləsinə dönürük. Onların quluna, nökərinə dönürük. İstər-istəmir, çox acıdır, amma vaqiyyətdir. Çünki hər fəlsəfə, hər düşüncə insanları kanala salar. Kanal nə dediyimiz? Elə bir ki, şilankı bağlırsınız. Şilankını ki bağladınız, su o şilankı hara getsə ora gedəcək. Kitablar, fəlsəfələr şilankıdır. Bağlanıb bir yerə. Siz oradan o su axır gəlir sizin zehninizə. Siz hara gedirsiniz? Yəni ondan elə bir qeydirsiniz həmin onun əslinə. Bu o vaqiyyətdir ki, biz bunu bilməliyik. Bu səbəblədir ki, hər millətin özünə görə bir fəlsəfəsi vardır. Bu səbəblədir ki, əxlaqda, estetikdə, ekonomidə olduğu kimi fəlsəfədə də türkçülük ola bilir. Deyir elə bu səbəblə, bu dəlillə ki, əxlaqda, estetik, hünərdə, ekonomidə, iqtisadda olduğu kimi, yəni bunlarda millətlərin hərəsinə özünə aiddir. Fəlsəfədə də türkçülük ola bilər. Pəs fəlsəfədə də türkçülük. Necə ki, iqtisadda türkçülük olar? Mən istəyirəm ki, məsələn deyirəm, iqtisadımız həm əkinəcək üstündə olsun, həm məsələn çevrə mühit çevrə üstündə olsun, həm məsələn çevrəni kirlətməyən sənayeyin üzərində olsun, həm sadirat eləyək, həm turizm gəlsin. Bunlar o siyasətlərdir ki, sən öz camiəvin varı və yoxuna baxırsan. Yəni, bir də şeylə bizim camiəmizdə var, bir də yoxdur. Onlara əsasən siyasəti, iqtisadi, ekonomik ya şeyi dəyişirsən. Pəs əxlaq, hünər, yəni estetik, dedim latincə kəlmədir, və ekonomi, bunlar da fəlsəfə kimi hər millətin özünə aiddir. Ona görə bir millət, məsələn, Japon, minlər cəzirədir. Adadılar. Bu adadan o adaya siz fikir eləyin ki, istəyirlər bir dənə karxana quralar. Bu karxana, məsələn, bir dənə maşın tolid eləyəcək, Toyota deyək. Bu Toyotanın neçə min parçası var, hərəsi bir yerdədir. Onları fəqət bunları gələk suyun içinə daşıyasan. Özünün də nəfti yoxdur, mədəni yoxdur, dəmiri yoxdur, filanı yoxdur, heç də yoxdur. Bunları dünyanın ayrı yerindən gətirir. Bir dənə qıssa nəqil deyim. Mən o zaman ki 13-14 yaşım var idi, İranda ruznamə, məcəllə çıxırdı, adı Danistəniha idi, əgər iştibah eləməsəm. Biri də var, adı Cəvanan idi. Bu söz ki deyirəm, hüdudə məsələn 40 il bundan qabağın sözüdür. 40 neçə il, 40 ildən yox. Məsələn bir 45 il zat bundan qabağın sözüdür. 44 il, 43 il bu hüdudda. Onda Japon taza istedi hərəkət eləyə və İranlar onları lağa qoymuşdular. Deyirdi ki, Japonlar məsələn bu üst qırxma tiğələri var ha. Bunları məsələn karton çəkmişdilər, karikatur çəkmişdilər, qoymuşlar lağa ki, Amerikalı deyir ki, tiğə ilə mən bir dəfə üzümü vururam ataram, o birisi deyir falan, Japonu deyir ki, məyə tiğədə kütələr. Yəni bu qədər lağa qoyurdu İranlılar Japonu. Onda hələ Japon taza qalxırdı. Qalxma halındaydı. Necə ki, Çin də ucurdu. Çin də bir 5-10 gün bundan qabaq hamı deyirdi, moncol falan. Bəhmən, indi dünyanın bağzına gedir. Niyə? Çünki o zaman Japonlular, diqqət buyurun, bu misalı buna görə dedim. Durdular bir də adamlara dedilər, turist kimi gedirlər dolanmağa. Gedin bu kameraları götürün, dürbün əkkası. Bunları götürün, kameraları, gedin əks salın. Gətirin, satın bizə.
Adamlar bilmirdilər nə. Küçədə nə hiss alırdı, uşaq da nə hiss alırdı. Uşaq oynur, ondan nə hiss alırdı. Bir dənə xanım orada keçir, ondan nə hiss alırdı. Bəqqalda nə hiss alırdı, bazarda nə hiss alırdı, dükanda nə hiss alırdı, dükanın içindəkilərdə nə hiss alırdı. Hamı da bizə deyir, bunlar bizim hətmən şeyimizdə əlaqələri var. Heç mümkün də o özü də bilmirdi. O aparırdı, o əksləri həm yayırdı, həm də satırdı. Karxanalara, şirkətlərə. Şirkətlər baxırdılar nə mənə? Baxırdılar burada ki, bunlar başmaq nə geyirlər? Nə tür başmaq istəyirlər? Paltar nə rəhlərdə geyirlər, nə tür geyirlər? Bunlar nə rəhlərdən xoşları gəlir? Hangi fəslidə rəhlər dəyişir, paltarlar dəyişir, geymaqlar dəyişir, yemaqlar dəyişir, içmaqlar dəyişir. Bunların hamısını orada görürdülər bu əkslərdən. Tamam, Çin də dəqiqən bu işi gördü. Yenə kamera ilə adamlar gəlirdilər, hər yerdə nə hiss alırdılar. İndi bu Çinlər baxır, bu adam namaz qılır, qabağına bir şey qoyur, mühür. Bu palçıqdır da. Bu palçığı mən nə cür eləyə bilərəm ki, burada düzəldəm. Özdə onlar baha alırlar da. Onlara satan, baha da satan. Çünki palçığı yumrulamaq, satmaq, mən bunu Günas TV-də 9 il bundan qabaq demişəm. Bilmirəm niyə adamlar. Təbrizin ət toprağı var, vətənimizin toprağıdır. Onu möhür eləyib satmaq. Belə quruyacaqsan, bunu bişirəcəksən, atacasan, olacaqdır bərk. Bunu üstünə də bir yazı yazsan, yazmısan, möhürdür. Bir dənə qazacaqsan, onu elə qalıba sal, fışar ver, özü oradan şey eləyəcəkdir. Qiyafəsini salacaqdır onun üstünə, yazılacaq, onu qoyacaqsan, bişəcəkdir. Məsələn, bir 10.000 danasın. İndi kərpicin biri, mən o vaxtları dedim, məsələn, 2 kilodur, ya 1 kilo yarımdır. Verirlər, məsələn, onda verirlər, məsələn, 500 tümən, 300 tümən, hər neçəyə. Möhürün biri neçədir? 4.000 tüməndən, 10.000 tüməndən başlayırdı gedirdi. Çinli baxdı, gördü ki, bu insan indi Türk olsun, Fars olsun, Ərəb olsun, arvadlar başlarına bir şey örtürlər. Başlar yağa. Bir 10 metr parça aparır bu. 5 metr, 6 metr parça aparır. Bunların başmaqları bu cürdür, ayaqları o cürdür, filandır, üzlərin belə geyinirlər, paltar belə geyinirlər, filan bəhman. Baxdı, gördü ki, tamam, bunlar qərə geyinirlər. Mən bunlara 100 cürə qərəli paltar düzərəm. Bunlar qərə parçanın içində nəxiş axtararlar. Bunlar gəlinlikləri belə olur. Mən bunlara gəlinlik düzəldirəm. 100 cürə hərəsində. Bunlar məsələn başmaqları belədir, bunu beləsi düzəldirəm. Çin də gəldi, elə bunları həman işi gördü. İndi möhür düzəltdi. Möhürün üstünə alınıb qoyursan, rükəti görsədir. Qıblanı görsədir. Bunlar pul qazanmaqdır. Müsəlman neçə min ildir namaz qılır, heç bir dana bunu fikirləşmir. Mən bunu məsələn başımı qoyum, rükətdə şəkk eləməyim də. Başımı qoyum, orada yazır rükət. Amma baxın, o Çinli gəlib bunu fikirləşib, bu adam şək gelir axı. Gündə gedir malladan soruşur, özü də bilmir. Bavər buyurun, sabah bir gün təharətlərinə bir şey düzəldəcəklər. Ki bu adam özün yumaqda daha aftahadan rahat olsun. Biraz qarnı yekədi, yuanmır özün. Bunu nə türgüsün, ona da düzəldib. Əlbəttə biz bu oturmalı tualetlərə düzəldiklər. Kanadada da satılır. Hər yerdə də satılır. Hər halda, Gökalpa görə türklər maddi silahların mənəvi dəyərləri hökmsüz buraxıldığı son 100 ilə gəlincəyə qədər Asiyada, Avropada, Afrikada bütün millətləri yenmişlər. Gökalpa görə, yəni Gökalpın fikrinə əsasən türklər maddi silahların, maddi silah olur şəmşir, ox, bu cür silahlar, top, tüfək, təyyarə bunlar. Mənəvi dəyərləri hökmsüz buraxdığı son 100 ilə gəlincəyə qədər. Maddi silahlar top, tüfəng. Deyir, bu son 100 ilin silahları mənəvi dəyərləri hökmsüz. Mənəvi olur, yəni bilinc, düşüncə, inanc. Bu beyində olanlar. Ət yox ha, o biz ki bunlara deyirik inanıram filan şeyə, bu ular. Mənəvi dəyərləri hökmsüz buraxdığı son 100 ilə gəlincəyə qədər. Son 100 ildə o silahlar mənəvi dəyərləri, yəni deyirdi adam dedi Allahu Əkbər savaşırdı, öləcəyəm, şəhid olacağam, şəhadətə gedəcəyəm filan bəhman. Bunlar deyir, bu əlbəttə azadlıq filan, bunlar mənəvi dəyərdir. Demokrasi özdə mənəvi dəyərdir. Deyir ki, bunlar hökmsüz oldu o silahların gələndə. Çünki da burada qılıncı çəkib düşmənin üzvə-üzünə getmirdin. Uzaqdan durur, top atır, təyyarə gedir, bomba atır. Asiyada, Avropada, Afrikada bütün millətləri yenmişlər. Türklər bu qarrələrdə tamam millətləri yenmişlər, şikəst vermişlər. Yenmək
Bizim Türkcəmizdə, Təbrizdə zətdə deyirlər ki, məsələn, aşağıdan üstə gəlmək, üstdən aşağıya gəlmək. Məsələn, pilləni gəlirsən aşağı, yenirsən, gəlirsən aşağıya. Yenmək yəni aşağılamaq, yıxmaq. Beləsi deyək. Güləşməkdə birini yıxırsınız. Bu olur şikəst vermək də, farsca şikəst vermək də, amma yıxmaq, aşağılamaq, aşağıya gətirmək. Əcəmənlikləri altına almışlar. Əcəmənlik olur məsuliyyət, qudrət, hegemoni. Hegemoni, zor. Zorla altına, müdiriyyətlərinin altına almışlar. Yəni, əcəmənliğin bu mənilər ola bilər ki, verək. Əcəmənliklər, yəni türklər o millətləri öz əcəmənlikləri, hegemoniləri altına almışdılar. Demək ki, türk fəlsəfəsi bu millətlərə aid fəlsəfələrin hamısından daha yüksək idi. Deyir ki, bu göstərir ki, əgər Afrikanı, Asiyanı, Avropanı almışdılar, türklər bir çox yeri millətləri almışdılar əcəmənliklərin altına. Demək bu nədir? Türkün fəlsəfəsi o məqtəyi tarixində o birisi millətlərdən üstün olduğu üçün bunlara bu cəsarəti, bu imkanı verir ki, bala. Şikəst yeyən millətlərin fəlsəfəsi aşağı olduğu üçün şikəst yemişlər. Əlbəttə, ola bilər bəzən fəlsəfə yuxarı ola, amma nəfərat çox aşağı ola. Bu da ola bilər. Məsələn, birdən bir tərəfin 10 min nəfər sərbaz var, o birisinin 20 min nəfər. Təbii ki, burada bir istisnai şəraiti görməsək, normal şəraitdə o üçün nəfəratı azdır, şikəst yeyər. Üzbəyiz savaşda, qılınc savaşında. Amma bu bir vaqiyyətdir. Biz niyə Amerikadan sındıq? Çünki onların fəlsəfəsi bizdən şikufa oldu. Onların fəlsəfəsi inkişaf elədi, gülaşdı. Onları apardı qabağa. Biz də düşdük onların dalına. İndi Amerika olsun, İngilistan olsun, Fransa olsun, Alman olsun, Rus olsun, hər yer olur olsun, fərq eləməz. Onların fəlsəfələri bizdən güclü olduğu üçün. Bu millətə aid fəlsəfələrdən daha yüksək idi. Yəni bizim türklərin o məqtələrdə ki, bu qarrələrin içində alırdılar, onda o birisi millətlər ki, şikəst yeyirdilər, onlardan bizim fəlsəfəmiz yuxarı idi. Bu gün də öylədir. Bu gün də deyir elə belədir. Bizim fəlsəfəmiz yuxarıdır. İndi görək necə deyir, yəni. Yalnız bu var ki, bu gün maddi mədəniyyət baxımından və maddi silahlar səbəbilə Avropalı millətlərdən geridəyiz. Deyir, fəlsəfəmiz üstün ola bilər türklərin. Amma maddi silahlarımız, yəni top, tüfək, gəmi, sualtı gəmilər. Deyir, bunlar silahlar da, atom silahı filan bəhman deyir, bu sahələrdə bu gün maddi mədəniyyət baxımından, mədəniyyəti burada maddi görsətdi. Diqqət buyurursunuz, maddi mədəniyyət baxımından. Yəni, o şeylər ki, eşikdə qabili ləmsidir, əl-ayağısı vurub görə bilərsiniz. Bu tancıdır, bu topdur, bu tüfəkdir, bu güllədir, bu bombudur, bu təyyaradır. Bunları görə bilərsiniz. Bu bomba atomdur. Bu maddidirlər bunlar. Baxımından maddi silahlar səbəbilə Avropalılar, Avropalı millətlərdən geridəyiz. Biz geriyə qalmışıq. Bunun da nəticələri sonra görəcəyik. Mədəniyyətcə onlara eşit olduğumuz gün heç şübhəsiz dünya əcəmənliyi yenə bizə keçəcəkdir. Deyir ki, diqqət buyurun. Mədəniyyətcə onlara eşit olduğumuz gün, o gün gələ ki, biz Avropalılarla Amerikalıların mədəniyyət, maddi mədəniyyətdə, silahlarda, karxanalarda, fabrikalarda, bu cür bir şeylərdir. Onlarla əşit olaq, bərabər olaq, ya onlardan üstün olaq, silah, biz taza bir şeylər ixtira eləyək ki, onlar bizdən ala. Deyir, o zaman heç şübhəsiz ki, şübhə yoxdur. Heç şübhəsiz ki, dünya əgəmənliyi yenə bizə keçəcək deyir. Bizə əlimizə düşəcəkdir. İndi feylən Qərbin əlindədir, Avropalıların, Amerikalıların əlindədir. Bilirsiniz, bu da dəyişir. Məsələn, İspaniyalılar bir zaman gəlmişlər, dünyanı almışlar, Portuqallılar bir zaman gəlmişlər, İngilislər bir zaman gəlmişlər ki, deyir, torpaqlarımızda gün batmır, indi də Amerikadır. Bu, həmandır. Deyir ki, indi Çin qalxır, Hindistan qalxır. Çin ki, heç kəs fikirləmirdi qalxsın, o da qalxır. Bəs biz də qalxa bilərik. Kafidir ki, çox şeyi dəyişdirək. Mündərüs da Mondrus
əsir olduğumuz zaman orada kamp komutanı olan bir İngiliz bu sözləri söyləmişdi. Mondros bir adamdı, indi kimdi bilmirəm, nəkarədi bilmirəm. Təəssüflə dedim, biz türk amma türk şəxsiyyətlərimizi tanımırıq. Mondros adlı bir adam əsir olduğumuz zaman, biz o zaman ki deyir əsir olmuşuq, o zaman o deyibdi, bu adam belə bir söz deyibdi ki, orada kamp komutanı, o kəmpçi əsirləri orada salırdılar. Kamp, yəni kamp, İngiliscə ya latincə sözdür. Komutan fərmandeh, genə də bu şeydir, latin sözlərdəndir. Rusda da işlənir, İngilisdə də işlənir, Fransada da işlənir və türkçədə də işlənir. Həm Azərbaycanda, həm Türkiyədə. Orada kamp komutanı, kəmpin fərmandehi olan bir İngilisli bir komutan, yəni bu sözləri söyləmişdi, belə demişdi. Nə demişdi? Türklər gələcəkdə yenə Cahangir olacaqdılar. Deyir, gələcəkdə o komutan deyibdi bu əsir olduqları zaman, deyib ki, gələcəkdə yenə də cahanı, dünyanı əllərinə alacaqlar. Gökalp təşkilatma işinə də çox önəm verir. Gökalpın nəzərində təşkilatmaq çox mühümdür. Biz, diqqət buyurun, bu təşkilatmaq məsələsində mən bir balaca öz fikrimi deyim. Hər millət ki, hökumətin qurubdur və bir diktatorluq qurubdur, o birisi millətlərin təşkilatlanmağının qabağını alır. Bu bir dənə qanun. Çünki təşkilatlansa, geci-tezi bu təşkilatlar o millətin mənfəətinə dönər. Yəni, siz fikir edin, Cumhur İslami niyə Azərbaycana icazə vermir içəridə təşkilat, siyasi təşkilat qurulsun, hətta özləri yaratsın? Niyə? Deyir ki, geci-tezi bunlar şərait deyişəndə onlar türkçə olacaqlar. Onlar Azərbaycanlıdırlar. Ənində sonunda siz özünüz də desəz mən farsam, İrancıyam, o inanmır. O deyir bunun kökü, zatı türkdür. Şərait deyişsə, dünyada siyasətlər deyişsə, məntəqədə deyişsə, içəridə qudrət zəifləsə, içəridə Azərbaycanlılar özləri bir iş eləyəcəklər. Onun üçün heç o müsəllət dövlət icazə verməz təşkilatlarına o birisi millət. Çünki qorxur ki, zərərinə tamam olsun. İndi, bunlar təbliğat eləyiblər ki, təşkilat yaxşı deyir. Məsələn, deyir ki, təşkilat istiqlala yaxşı deyir. Məsələn, jurnalistlər təşkilatlara girənməzlər. Çünki girsələr nə olarlar? Tərəfdar olarlar. Bizlərin də zehnimizə keçibdir ki, mən istəyirəm müstəqil olam. Sən müstəqil olursan, qırıq bir müstəqil nə dərdə deyər? Mən özümü deyirəm. Mən indi 30 neçə ildir jurnalist işindəyəm, müstəqilləm. Cünaz TV-də işləyirəm. Cünaz TV-nin müdürü və bəxiyəsi orada bir hizbiləri var. Güney Azərbaycan İstiqlal Partisidir. Yox. Cibhədir. Hər halda. Mən buranın üzvü deyiləm. Heç hizbin üzvü deyiləm. Mən müstəqil olsam, bir nəfər olsam, dedi, sən tamam od olsan nə olar? İçimdə dünyada məgər müstəqil olan bir iş var, bir jurnalism var. Dünyada jurnalistlər, dünyanın hər yerini barmaq qoyun. Bir dənə ideoloji və bir siyasətə işlərlər. Bir dənə hizbə işlərlər. Əvvələn dünyada əsli mətbuat hizbilərindir. Televizyonlar, məcəllələr, roznamələr, bunlar bir təşkilatındır. Bu jurnalistlər ki, müstəqil deyirik, bunlar niyə bəs görürsün bir dənə sıxanranlıqdır? Məsələn, Amerikanın rəis cumhuru danışır. Ya Fransa'nın, ya Almanın, ya İngilistanın. Görürsün ki, 200 dənə xəbərnigar var. Xariciləri demirəm, amma özlərindən. Niyə? Əgər bunların heç biri əgər bunlar siyasi deyillər, müstəqillidirlər, niyə? Bir xəbərnigar getmir, hamıya elə o sözü deyər, hamı yazar. Çünki siyasi baxım, hər siyasi hizbin özünün baxışı var. Özünün soruları var. Özünün onları sümbiyə çəkməkləri var. Nalamıxa vurmaqları var onları. Məsulları. Pəs, bunu da bizim zehnimizə geçir. Yox, adam müstəqilli olmağın mənası yoxdur. Türkiyədə, Azərbaycanda bir dənə gözəl bir şey çıxdı. O Kürdlərlə Türkiyə savaşında, Kürdlər deməyək, teröristlərlə, Kürd teröristlərlə
və xarici terroristlərlə gəlmişlər Türkiyənin əleyhinə çalışırdılar, türklərin əleyhinə, Türk Əraqda çalışırdılar falan, hətta bizim əleyhimizə Azərbaycanlıların. Orada Türkiyədə bir şüar çıxdı ortaya. Mən onları şahidəm bunlara. Deyirdi ki, kim deyir yalana inanır ki, xəbərnigar, jurnalist müstəqil olar? Mən Türkiyəçiyəm, türkçüyəm. Mən Azərbaycanlıyam, Azərbaycancıyam. Mən istiqlalçıyam. Qutuldu getdi. Yəni xəbərnigar ki, onun bir fikri olmayan milləti üçün bu xəbərnigar xəyanətdən sonra heç bir iş görməz. Azərbaycanda niyə mətbuat bu günləri zəlildir? Tehranın mətbuatı 100 qədər Azərbaycanın, Təbrizin mətbuatından güclüdür. Yüzləri bərabər. Niyə? Bu dəlil deyil ki, orada icazə verirlər, burada icazə vermirlər. Yox. Biraz da var, amma nə o qədər. Amma əsli budur ki, buradakı xəbərnigarlar agəhi alanlardılar. O halda ki, bu sonra deyəcək, jurnalistlər gərək idealları ola vətənləri üçün, millətləri üçün. Bir jurnalistdir ki, idealı yoxdur vətəni üçün, milləti üçün, torpağı üçün, o jurnalist satar. O jurnalist türkü də yazsa elə yazar ki, farsı onun içinə doldurar. Siz baxın, radyo televizyona İranda, Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda türk danışanların yarısından çoxu kəlmələri farsı danışırlar. Əlbəttə, ərəbi danışırlar, əslində heç farsı danışmırlar. Bu da bir şeydir ki, bizi şosteşuyu məğz eləyiblər. Mən özümü misal vurdım, deyək kəsi misal vurmayayım. Mən şosteşuyu, mən indi 50 ildir, 35 ildir, 40 ildir İnqilabın əvvəlinə bir dənə fişri siyasim var. Ona görə bir hizbə girməmişəm. Xoş, sən təhcanda neyniyəcəksən? Sən o da olsan neynərsən? 4 dənə məqalə yazarsan, sansur olar, ora burası gedər qutarar. Sən istəyəsən səsə çevriləsən, gərək hizb qurasan. Hizb də baxın, dünyada heç vaxt gedib dövlətdən hizb istəməzlər. Bizə icazə ver. 4 nəfər oturar bir yerdə, olarlar hizb. Fikirlərini alarlar, verərlər, gündəlik məsələləri təhlil edərlər. Biz filan məsələdə nə etməliyik, filan məsələdə. Buna deyirlər həm otağı fikr, həm də hizb. Hizbin işi otağı fikri qurmaqdır. Otağı fikri dövlət də qurar, təbii, bu da bir ayrı bir şeydir. Amma otağı fikri dövlət qurmaz. Hizblər qurar. Çünki dövlət qursa siyasətini aparmaq üçün quracaq. Hizblər qurarlar alternativ üçün. Biz deyirik, bizə icazə versinlər, Təbrizdə məsələn bir dənə hizb açaq, rəsmi. Xoş, tamam açmayaq, biz 4 nəfərə, 4 dənə yoldaşıq, çıxırıq filan məsələni bugün danışaq. Gələcəklər bizi evimizdən tutalar. Bu da o şeydir. Göçab təşkilatlanma işinə çox önəm verir. Bu adam çox önəm verir buna. Önəm yəni əhəmiyyət. Toplumun və ölkənin gəlişməsinin əsli yolunu bütün sınıfların dərnəklər halında toplanması bilir. Bu nə deyir? Deyir ki, toplumun və ölkənin, toplum yəni ictima, camiə, ölkə yəni məmləkət, torpaq. Gəlişməsinin, şükufa olmasının, inkişaf eləməsinin, böyüməsinin əsli yolunu bütün sınıfların, sınıf dedik işlər, məslək kimi, sınıfların dərnəklər halında toplanması bilir. Deyəcək, hər sinifin özünün dərnəyi ola, əncüməni ola. Dərnək NGO bu günləri İranda deyilir. Hər sınıfın müəllimlərin, karimətlərin, dəmirçilərin, nəqqaşların, taksi sürənlərin, tireli sürənlərin, qap pəncərə düzəldənlərin, bənnaların, fəhlələrin, hamısının, hər sahədə ilm əhsalanların özlərinəcə bir dərnəkləri ola, yəni NGO-lara, cəmiyyətləri ola. Orada gələrlər, danışarlar, biz nə cür eləyək, nə cür eləməyək işlərimiz, nə cür mənfəətimizi nə cür qoruyaq, millətimizin mənfəəti. Baxın, millətimizin mənfəəti bizim cəmi mənfəətlərimizdəndir. Yəni, əgər ilm əhsalanlar öz mənfəətlərini düşünməsələr, dəmirçilər də öz mənfəətlərini düşünməsələr, mədənçilər öz mənfəətlərini düşünməsələr, mühəndislər, döhdürlər, vəkillər, filanlar öz işlərini düşünməsələr, mənfəətlərin, bu məmləkətin mənfəətini kim düşünəcək? Bunlar hər kəsin öz sahəsində, öz bölümündə mütəxəssisdir. Gəlib deyəcək, o məmləkətin o sahədə şikli, siyasəti şəkillənəcəkdir.
Pəs görürsünüz, bu adam deyir ki, türklər siniflərində gərək dərnəkləri, yəni NGO-ları toplanması, dərnəklər halında toplanması bilir. Misal üçün, məslək əxlaqı bölümündə belə deyir. Bir kitabın çox böyük kitabdır. Zahirən bizim bu çevirən dostumuz bunu əl aparıbdı. Bəzi yerlərin xülasə eləyibdi. Ona görə bunun bəzi yerlərini deyir. Məslək əxlaqı. Bunu qabaqcan demişdi adın, amma indi görək nə deyir. Bölümündə belə deyir. Nə deyir? Hər məslək öz məsləkdaşları üçün bir disiplin qurulu qurar. Hər iş öz işində olan üzvlərinə, əzalarına bir disiplin qurulu qurar. Bir qanunlar qoyar. Disiplin olur nə mənə? Müqərrərat. Zəvabit. Farscası zəvabitdir. Müqərrərat qoyar. Qanunlar qoyar. Qanunlar qoyar. Bu işdə biz bu işləri belə görəcəyik. Məsələn, döhdür istir cərrah. Məsələn, cərrah döhdürlər. Eləyə bilməz ki, buna görə ki, bir xanımı əməl eləyəcəkdir. Məsələn, fərz buyurun, qıçına bir çimban çıxıbdır, bir mərizlik çıxıbdır. Ona əməl eləyəcək, bunun məsələn, şortun çıxada o qismətinə baxa. Məsələn, Kanadada bunlar çox dəqiqdir, çox dəqiqdir. Deyir ki, bir dənə xanımın müayinə eləyəndə, ki, xüsusən xanım qismətlərin müayinə eləyəcəkdir, əşağı qismətin, kəmərdən aşağı, ya sinə qismətlərin müayinə eləyəcəkdir. Onda erkək döhdür təht canına onu müayinə eləmək haqqı yoxdur. Gərək yanında bir xanım pərəstar ola. Bu bimaristan olur olsun, mətəb olur olsun, fərqi yoxdur. Çünki deyir, bu adam eləyə bilər, tək olsa ona bir ayrı cür baxa əslən. Hətta əl vurmuyor, fəqət baxa. Onun üçün bu deyir ki, hər sinif dəmirçilər, ilmə salonlar, nəqqaşlar, sürücülər, mühəndislər, məsələn, mekanik mühəndisləri, saxtaman mühəndisləri, nə bilim, bu cüzü bir şeylərdə hər sinif, döhdürlər, pərəstarlar, müəllimlər, ustad danışqahlar, danışçılar, hər sinifin özünün nə mənəsi olmalıdır? Bir dərnək olmalıdır. Və bu dərnək o üzvləri qəbul edir. Bu işə girə bilməzsən. Məsələn, Kanadada bir nəfər öz-özünün gedib vəkil ola bilməz, döhdür də ola bilməz, gedib sürücü də ola bilməz, gedib filan da ola bilməz. Gərək bunlar bir yerdən keçərlər, orada imtahan verərlər və bu sözləri qəbul eləyərlər. Əgər, indi bunu deyim, burada Uber var. İranda da bilmirəm, var ya yox, mən onu bilmirəm. Mən özüm Uber sürürdüm, yəni sürücüydüm. Mən hərdən xanımımı özümün yanımdan aparırdım. Həm o dolansın, yanımda olsun, həm də mən tək olmayayım. Darıxmayayım məsələn, tək olan zamanlarda. Ya da ki, musafirlərim də çox xanım olurdu. Onlar da ehsası aramış eləsinlər. Bir dəfə 4 dənə cavan gəldi. Mən gördüm, bunlar məstdilər. Özləri sinirlər aşağıdır. Çox da bir vaxt gəldilər. Mən bunları mindirmədim. Onlar zəh vurmuşlar o şirkətə, demişdilər ki, bu adamın bir xanım yanındaydı. Ona görə bizi mindirmədi. Mənə zəh vurdular ki, xanımın yanındaydı. Dedim, hə. Məni işdən o zaman saldılar. İndi 7 ildir yalvarıram. Məni işə almırlar. Deyirlər, xilaf eləmişsən. Çünki hər məsləkin bir şəraiti var, zəvabiti var. Siz o zəvabitdən çıxa bilməzsiniz. Deyir ki, pəs nə deyir? Deyir ki, hər məslək öz məsləkdaşları üçün bir disiplin qurulu qurar. Deyir, gərək qursun. Bir dana özü bir müqərrərat, komitəyə müqərrərat gərək düzəldə. İşdə məslək qurullarının bir tür kontrolu vətəndaşların uzmanlar tərəfindən uğraya biləcəkləri zərərlərin önünə keçər. Deyir ki, niyə bunu quracaqlar? Çünki onda vətəndaş ki, o sürücünün taksisına minir, tireliyə yük tapışdırır, nə bilim, döhdürə məriz verir, dava dərman alır, o gərək düz cərrahlıq eləyə. Vəkil, məsələn, getdi gərək difa eləyə. Olmaz ki, gedə pul ala, bir iş görməyə. İndi İranda bu bir dənə rəsmidir. Yəni, rəsmən bir dənə rəsmidir. Vəkillər pul alırlar, iş görmürlər. Ağır pul alırlar, iş görmürlər. Mühəndislər ev tikirlər, zəlzələdə yıxılan evlər mühəndislər tikən evlərdir. O adamlar ki, özləri tikiblər, onlar ondan davamlıdır. Necə ola bilər? İnsanların canını əmanət veririk bunlara.
Siniflərə. Onun üçün hər sinif özü bir qurul qurmalıdır. Bu qurul müqərrərat, disiplin qoymalıdır. Bu disiplinə hamı üzvlər, mühəndislərin hamısı müraciət eləməlidir. Hər bir zaman ki, bunların biri bir yerdə sındı, bir zərər verdi xalqa, onda o adam mühakimə olmalıdır və zərər verilməlidir. Zərər ondan alınmalıdır. İndi can zərəri gəlir. Məsələn, mənim nənəm getmiş gözünə əməl eləməyə, doktor bunun gözünün qərəsini əl eləyibdi, ağın içindən sürmə kimi çəkib bu başdan bu başa. Yəni, mənim nənəmin gözünün qərəsi indi bir dairə deyil, bir dənə uzun xətdir. Doktorun xoşu gəlibdi, əsəbaniymiş, nəymiş, çözübdü, bıçağı bu başdan qoyub bu başa. Bu adam məslək, bizlər də bunları bilmirik. Biz bilmədiyimiz üçün də gedib şikayət eləmirik. Müəllim uşağı vurur, tənbih edir, salır eşiyə, müdür şeylər. Biz gedib onun qabağında durmuruq, ehtiram qoyuruq. Nə ehtiram qoyursan? Nə ehtiramı? Bu ehtiram deyil. Bu hüququ, haqları bilməmək və zalimə vaxt verməkdir. Zülmə imkan verməkdir. Deyir ki, bu tür işdə, yəni intor məsələn deyir. Bu məslək qurallarının bu tür kontrolu, bu tür bir kontrol disiplinləri vətəndaşların uzmanlar tərəfindən uğraya biləcəkləri zərərlərin önünə keçir. Deyir ki, vətəndaşlar o uzmanlar, mütəxəssislər, uzman yəni mütəxəssislər tərəfindən uğraya biləcək, yəni onlara verilə bilər zərər önünə, yəni qabağına keçməlidir. Yəni o müqərrərat gələcəkdir, bunların qabağını alacaq, qoymayacaqdır ki, o zərəri versinlər. Əgər zərər versələr, gedəcəklər, təmin eləyəcəklər. Məslək örgütünün bir yararı işi yapan yoldaşlar arasında yardımlaşma sandıqları meydana gətirmək ola bilər. Deyir, bunların bir şey də bu ola bilər. Bunlar bir sandıq aça bilərlər. Diqqət buyurun, bu hələ bizim indi İranda olan təşkilatların heç birində yoxdur. Deyir ki, bu bir məsləkin sahibləri, məsələn, deyək, sürücülər, doktorlar, mühəndislər, bunlar özləri bir sandıq aça bilərlər. Məslək örgütünün bir yararı. Örgüt olur təşkilat. Təşkilatın bir türkcəsi, təşkilat özü ərəbcədir. Təşkilatın türkcəsi örgütdür. Məslək örgütünün, iş qruplarının, təşkilatlarının bir yararı, bir xeyri nədir? İşi yapan yoldaşlar arasında, bir işi görən, yapan görən yoldaşlarla bilirik arasında yardımlaşma sandıqları meydana gətirmək ola bilər. Yəni ki, bunlar bir yardımlaşma. Hər ayda bir pul qoysun bura. Burada, məsələn, bir nəfər istəyir sabahları bir iş görə. Bir zərərin qabağını ala. Bir yerdə bir sərmayə qoya. Bir evi yıxıldı. Bir şey oldu. Bir mərizlədi. Bir xanımı, uşağı özü mərizlədi. Bunlara ağır pul lazım oldu. Əməllərinə, döktürlərinə, dərmanlarına, xaricə getməyinə falan. Deyir ki, bunlar, bu kiçik pullar, burada indi xaricədə bunlara deyirlər nə mənə? Əlbəttə, İranda da var. Sənduq-i bimeyinəm nə mənə? Sənduq-i bimə. Çünki bimələrin hərəsindən bir pul alırlar, qoyulur. İnsanlar özləri eləyə bilirlər bu bimə işlərini görərlər. Əlbəttə 100 il bundan qabaq bimə olmadığı üçün bu sözü o zaman mətrəh eləyib. O zaman bimə yox idi dünyada. Gökalpın nəzəricə ölkə genəlində müxtəlif işləri və bağlantıları yalnız bu cür örgütlər vasitəsilə həll edib və zərərlərin önü alınaraq çalışma işlərini yararlı hala gətirmək olar. İndi Gökalpın nəzərinə, yəni fikrinə əsasən, ölkə genəlində, yəni ölkənin, məmləkətin, torpağın başa-başında, genəlində, başa-başında, ümumi halda deyir, yəni başa-başında müxtəlif işləri, cürbəcür işləri, müxtəlif cürbəcür işləri və bağlantıları, bağlantı da yəni bunların bir-birinə ilgilərində, bağlantıların yalnız bu cür örgütlər vasitəsilə həll edib həm işləri, həm bağlantıları. Bu örgütlər, məsələn beləsi deyir. Təbrizdəki dəmirçilər, döktürlər, mühəndislər, memarlar, fəhlələrin təşkilatları, hər fəhlə Ərdəbillə, ya Tehranla, ya Kərəclə, ya Qəzvinlə əlaqəyə girə bilməz. Amma bu
Məsələn, Təbrizin cəmiyyətləri, NGO-ları, xaricilər təşkilatları, ya işçi, mühəndis, doktor, hər nə. Bunlar eləyə bilərlər ki, Zəncanla, Qəzvinlə, Həmədanla, Tehranla, Kərəclə, İsfahanla, Şirazla, Kaşanla, hər yerdəki türk və qeyri-türk var, onlarla hətta dünyada səviyyəsində eləyə bilərlər, əlaqə bağlayırlar, mənafilərin hifz eləyirlər. Onlara etisab edir, mən deyirəm. Mənim ehtiyacım var da onların himayəsinə əla. Məsələn, mənim haqqımı vermirlər, dövlət mən etisab eləmişəm, sözümə baxmır. Həm, Tehran, Kərəc, İsfahan, biz sizdən keçən sərə himayət eləmişik, indi sizin himayətinizi istəyirik. Və beləliklə deyir ki, zərərlərin önü alınaraq çalışma işlərini yararlı hala gətirmək olar. Zərərin önü alınırlar, çünki böyük bir cəmiyyət olarlar. Və fəaliyyət, çalışma da ki, bilirik da fəaliyyət işlərini yararlı, xeyirli halinə gətirmək olar. Bir paragrafımızı da oxuyaq və qutaraq. İndiki Azərbaycan şəraitində bu bölüm ən dəyərli mövzulardandır. Bu, indiki oxuduğumuz yer deyir ki, Azərbaycanın bugünkü şəraitində çox dəyərlidir. Ən dəyərli, yəni çox dəyərlidir. Ən çox mövzulardandır. Ayrı deyişlə, ayrı bir sözlə biz o zaman inkişaf edə bilərik ki, müxtəlif sinfi, iqtisadi, ictimai, siyasi qruplar halında təşkilatlanaq. Biz o zaman inkişaf eləyə bilirik, qabağa gedə bilirik, müvəffəq ola bilirik, istədiklərimizi ələ gətirə bilirik ki, müxtəlif sinflərimiz saydım adların, iqtisadi, ekonomi qismətlərində, ictimai, siyasi qruplar halında, qrup örgütdür genə də, türkçəsi örgütdür, qrup da ingiliscə ya latincəsidir. Təşkilatlanaraq. Təşkilatlansaq, bu qruplar halında biz onda deyir ki, müvəffəq olarıq. Və o zamandır ki, daha düzgün və vahid təsmimlər tutaraq həm toplumsal və iqtisadi durumumuzu və həm siyasi mövqeyiyyətimizi təsbit edə bilərik. Deyir ki, əgər belə təşkilatlar qursaq və bu təşkilatlar Azərbaycanın şəhərlərində bir-birləri ilə əl versələr və kətlərindən də əl versələr, məsələn, əkinçilər təşkilatları, maldavarçılar təşkilatları, bağçılar təşkilatları, belə bir şeylər olursa, məsələn, indi görürük ki, Azərbaycanlılar yer alma əkib, soğan əkib qalıb orada, alma əkib qalıb orada, filan şey əkib, pambıq əkib da pambıq əkmir. Ağaçları kəsir, heç səs çıxmır, dövlət də zərər vermir. O halda ki, bir ağac gətirib onu bar vermək üçün 3 il, 5 il, 10 il zəhmət çəkir və ona pul qoyursan, əvvəl o ağacı özün alıb tikməyə yerə, əkməyə özü bir uzun sərmayə istir və ömür qoyursan orada ki, oradan bir sərmayə çıxır. Necə ki, ağaçları kəsirsən? Heyf deyilmi? Deyir ki, qruplarımız olsa neynərik? Onda bu kətdi zərər görür, o birisi kətdilərə, o birisi əkinəcək təşkilatlarına xəbər verər, bizim vəziyyətimiz belədir, neyniyək? Hamısı bir qərar qoyarlar, hə, məsələn, biz bunu dövlətinə belə eləyəcək, ya satmayacaq, ya satacaq, ya bu cür eləyəcək, ya elə eləyəcək. Və o zamandır ki, daha düzgün və vahid təsmimlər tutaraq həm toplumsal və iqtisadi durumumuzu və həm siyasi mövqeyiyyətimizi təsbit edə bilərik. Deyir, bu təşkilatlarımız olandan sonra biz düzgün, vəhid, yəni bir dənə təsmim tutarıq, həm toplumsal, yəni ictimai, həm iqtisadi durumumuzu və həm də siyasi mövqeyiyyətimizi təsbit edərik. Yəni, dövlətin qabağında, ya o gücün qabağında ki, bizim qabağımızdadır, məsələn, fərz edin, meyvələri alanlar, dəllillar, sələfxərlər. Onların qabağında bir güc olaraq, təsbit edərək gücümüzü. Biz bu qiymətdən satacağıq. O deyə bilməz, hən yox. Çünki siz bir gücsüz indi. Birləşmir. Amma tək olsan, almıram, get qaldı, orada xərab olacaq hər şey. Bu mövzu indiki dönəmin yanı sıra indiki dönəmin yanı sıra hətta özgürlük dönəmində də önəmliyini qoruyur. Fikrim özgürlükdür bu yazıbdır, r düşübdür, onun üçün mən oxuya bilmədim. Bu mövzu indiki, yəni bu təşkilatlanma mövzusu indiki dönəmin, bu dövrün, bu çağın, çağın. Bu dönəm daha gözəldir. Bilirsiniz, bir yeri dönürsünüz da, yəni bir gedirsiniz küçəni dönürsünüz bir ayrı küçəyə ya bir ayrı xiyabana. Yəni bir yerdən bir yerə getmək. Bu dönəm çox gözəldir. Dövrdən hətta gözəldir. Bu dönəmin
yanı sıra, hətta yəni yanı sıra, yəni yanında, farsça dərkənar. Hətta özgürlük dövründə də önəmliyini qorur. Hətta özgürlük, azadlıq dövründə də öz yerini qorur. Əziz dostlar, təşəkkür edirəm. Bu bəhsin hələ idaməsi var. Yəni 2 paragraf, 3 paragraf da vardı. Burada 3 paragrafdan sonra da Azəril özü buna bir deyir ki, mən müqəddəməm qutardı. Yəni buradan zahirən biz müqəddəmədə olduğumuz üçün danışırmışıq. Mən əgər icazə buyursanız bunu sürətlə oxuyayım, heç qalmasın sabaha. Qeyd olunmalıdır. Qeyd yəni xatırladırıq. Qeyd olunmalıdır, xatırladırıq. Bu kitabda bütün alt yazılar, kuruşə içində olan açıqlamalar və sözlük mənim tərəfindən kitaba artılmışdır. Bu müqəddəməni yazan deyir ki, bu kitabda görürsə aşağıda bir şeylər yazılıbdır, kitabın aşağısında. Ya kuruşə arasında qoyulubdur, ya sözlük vardı. Deyir, onları mən yazmışam. Kitabı yazan yazmayıbdır. Yenə də yeri gəldikcə sözlər Azərbaycan türkçəsinə çevrilmişdir. Yeri gələndə də sözləri Azərbaycan türkünə çevirib. Türkiyədə işlənən türkün sözün yerinə Azərbaycanda tanınmış sözlərə çeviribdir. Sözlük kitabın sonunda gəlibdir. Burada ki, nə mənə lüğətlər var ki, oxuyuruq, mən başarmıram. Bir, bunun kitabın axirinə baxın. Kitabın axirində bu yazılıbdır və orada görə bilərsiniz. Mənalarını orada tapa bilərsiniz. Sözlük, yəni lüğətnamə. Kitabın sonunda yazılıbdır və çətin lüğətlərin mənası Azərbaycan türkçəsində verilmişdir. O çətin sözlərin, lüğətlərin mənası da Azərbaycan türkçəsində verilibdir. Umud edirəm oxucular üçün dəyərli və faydalı olsun. Umud, bu da ki, umud edir də, arzu edir, umud. Bu kitabı Azərbaycan türkçəsinə çevirərkən təlaş olunubdur. Ziya Gökalpın yazdıqları dəyişilmədən və onların məfhumuna sadiq qalaraq qeydə alınsın. Deyir ki, kitabı Azərbaycan türkçəsinə çevirərkən, yəni çevirən halda təlaş olunubdur, yəni çalışılıbdır ki, Ziya Gökalpın yazdıqları dəyişilməsin və onların məfhumu, mənası, düşüncəsi, sözlərin, yəni sözlərinə sadiq qalınsın, yəni onları dəyişdirməsin hər halda və qalaraq qeydə alınsın, yəni yazılsın. Qeydə alınmaq, yəni yazılmaq. Və hər yerdə şübhəli kəlmə və cümləyə rast gələndə Gökalpın əsli yazdıqları yazılırkən mənası kuruşə içində verilir. Deyir, əgər bir yerə də gəldik ki, gördük biz burada 2 cürə düşünürük, ayrı cür düşünürük, onda şübhəli kəlmələr və cümlələrə rast gələrkən, yəni onlara üzbəyüz çıxdıq, onda Gökalpın əsli yazdıqları yazılırkən mənası kuruşə arasında yazılır. Azəril, yəni imzalayıbdır. Burada müqəddəməni oxuyurmuşuq. Yay 1392. Kitabın burada pavərəqi deyirlər fasla. 6 yazıları var, bir 15 dana. Bunlardan da geçək. Gələn dəfə 15-ci səhifəni sizlə bərabər oxuyacağıq. Təşəkkür edirəm, çox sağ olun. Dedim, burada bir kəlmə mən bilmədim. Onu türkcə sözlük saytında baxa bilərsiniz, oradan tapa bilərsiniz. Mən də taparam yenə yazar. Umaram ki, tapam yazam, əgər vaxt eləsəm. Bəzən deyirəm, amma sonra vaxt eləmirəm, şərməndə oluram. Amma kitabın sonunda özü deyir ki, qoymuşuq. Sağ olun, sizə can sağlığı arzulayıram, sağ qalın.